Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. Doğru xəbər Azərbaycan bildirir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasova Kəlbəcər rayon 84 saylı orta məktəbin tarix müəllimi olub. Bildirilib ki, Raisə Abbasovanın şagirdləri ali məktəblərə yüksək balla qəbul olunub. Qeyd edək ki, ölüm faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində Azərbaycanlı tələbə həlak olub. Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi Fatimə Hüseynova raket zərbələri nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, son günlərdə Rusiya və Ukraynanın bir-birinə hava hücumlarının miqyası kəskin şəkildə artıb. Allah rəhmət eləsin. Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həlak olub. Gürcüstan mediası xəbər verir ki, ölən şəxs Bolnisi rayonunun Kazreti qəsəbə sakini 23 yaşlı Elvar Sarıyevdir. Məlumata görə Elvar Sarıyev işləmək məqsədi ilə Polşaya gedibmiş. Hadisə də Polşanın Bujize kəndi yaxınlığında yerləşən eyni adlı göldə baş verib. Bildirilir ki, Elvar Sarıyev dostları ilə birlikdə göldə çimərkən boğulub. MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyidi tapılıb. Məlumata görə hadisə dünən saat 19 radələrində Şıx çimərliyində qeydə alınıb. Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigaroğlu Vəlilinin meyidi aşkarlanıb. Peşəkar idmançının az şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib. Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır. Xəbər verdiyimiz kimi Ağcabəddə 24 yaşlı Vəli Süleymanov elektrik cəryanı vurması nəticəsində həyatını itirib. Məlumata görə faciəvi şəkildə həlak olan gənc məşhur mərhum gitarı ifaçısı Nofəl Süleymanovun ögey qardaşıdır. Xatırladaq ki, Nofəl Süleymanov bir neçə il əvvəl ailə faciəsi nəticəsində həyatını itirib. Belə ki, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizam rayon ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanovun adına qeydiyyatda olan ov tüfənginin patronlarını boşaldarkən ehtiyatsızlıqdan atəş açılıb. Açılan atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan Nofəl Süleymanovun ürək nahiyəsinə dəyib. O aldığı ağır xəsarətlərdən elə hadisə yerinəcə həyatını itirib.